təvazökarlıq dinimizin dəvət etdiyi ən ali xüsusiyyətlərdən biridir. Bunun ziddi isə nədir? Təkəbbürlükdür. Adətən əxlaq alimlərimiz hər hansı bir xüsusiyyət barəsində danışanda onun ziddi barəsində də danışırlar. Çünki xəstəlik var və xəstəliyin müalicəsi var. Təkəbbürlük ən böyük mənəvi xəstəliklərdən biridir və bunun şəfası təvazökarlıqdır. Təkəbbürlük elə bir nəfsani, psixoloji bir haldır ki, insan özünü bütün varlıqlardan, öz növündən olan insanlardan başlayır üstün tutmağa. Hətta bəzən o yerə gəlib çata bilər ki, özünü bütün varlıqlardan, haşa Allah Taala'dan da üstün hesab edə bilər. Təkəbbürlük belə bir xəstəlikdir. Çünki kibriya yalnız Allaha məxsusdur, böyüklük Allaha məxsusdur. Allahdan qeyrisi böyük deyildir. Biz deyirik Allahu Əkbər ki, ən böyük olan elə Allahdır. Digər bütün böyüklərin böyüklüyü Allahdandır, öz zatlarından deyil. Və hər kəs Allahın kibriyası ilə mübarizə aparması isə Allah onu zəlil eləyər. Quran-ı Kərimdə də Allah Taala bizə Adəm əleyhissalamın əhvalatında danışır və o əhvalatda bizə mühüm bir mesaj çatdırır ki, təkəbbürlük ilk günahdır ki, baş vermişdi. Yəni, ən birinci günah hansı olub? Təkəbbürlük olub. Biz mələklərə dedik, Adəmə səcdə edin. Onlar hamısı səcdə etdilər. İblisdən başqa. Rədd etdi səcdə etməyi və istəkbərə təkəbbürlük göstərdi və kənə minəl kafirin və o kafirlərdən idi. İlk günah təkəbbürlük idi, kibridir. Əmir əl-Möminin əleyhissalam bu məsələyə izah edərək Nəhcül Bəlağada gözəl xutbələrinin birində belə buyurur. Deyir ki, Allahın iblisə etdiyindən ibrət götürün ki, iblis böyük əməllər etmişdi. 6000 il Allaha səcdə etmişdi, ibadət etmişdi. Hələ deyir, bilinmir bu 6000 il dünyanın ili idi, yoxsa axirət illərindəndir. Bir saatlıq, bir anlıq təkəbbürlə bütün əməllərini puç elədi. Deyir, heç kəs fikirləşməsin ki, İblis kimi mələklər məqamına gəlib çatmış bir varlıq ki, bu təkəbbürlük Allah bunu qovdu dərgahdan. Kimsə indi bəşər övladından kimsə təkəbbürlük edəcək və Allah onu cənnətə daxil edəcək. Deyir, o da belə olmayacaq deyir. Əgər deyir, təkəbbürlük etmək caiz olsaydı, Allah bunu ən xas peyğəmbərlərinə və övliyalarına icazə verərdi. Lakin Allah peyğəmbərləri üçün belə təkəbbürlüyü sevməmiş, təvazökarlığı isə neynəmiş, onlar üçün razı bilmişdir.